Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Azərbaycanın cənubunda yaranmış növbəti feodal dövləti Rəvvadilər dövlətidir. 981-1065-ci illərdə deməli hökm sürür bu torpaqlarda Rəvvadilər dövləti. Deməli, Rəvvadilər kimlərdir? Ərəb mənşəli sülalədir. Azərbaycan ərazisinə köçürülən ərəblər bir qismidir. Deməli, hara köçürülmüşdür Rəvvadilər? Marağaya, Təbrizə, Qaradağa və Əhər bölgələrinə köçürülmüşdür. Biz Ərəb xilafətini öyrənəndə demişdik ki, Ərəb xilafəti özü üçün etnik dayaq yaratmaq məqsədi ilə köçürmə siyasəti həyata keçirmişdi. O köçürənlərdən bir qismi də Rəvvadilər idi. 8-ci əsrin sonunda bu köçürülmüş Rəvvadilər Rəvvadi əmirliyini yaratdılar. Rəvvadi əmirliyini. Onların bir nümayəndəsi Əbülhica Rəvvadidir. Əbülhica Rəvvadi 981-988-ci illərdə Rəvvadilər dövlətini həm qurmuş, həm də ona rəhbərlik etmişdir. Əvvəllər Əbülhica Rəvvadi kim idi? Yəni, hansı vəzifəni tuturdu? Hakim idi. Harada? Təbrizdə, Marağada, Əhərdə. Bu üç bölgənin hakimi idi Əbülhica Rəvvadi. 981-ci ildə biz nə demişdik? Salarilər dövlətində son cümləmiz necə idi? Bir öncəki videoya baxsaz görərsiniz. Salarilər dövlətinə 981-ci ildə son verilir. Deməli, İbrahim ibn Mərzban hakimiyyətdən endirilir. Kimin vasitəsilə? Əbülhica Rəvvadi. İbrahim ibn Mərzbanı taxtdan endirir, Salarilər dövlətinə son verir. Bu hadisə harada baş verir? Bu hadisə Ərdəbildə baş verir. Və elə Ərdəbildə də Rəvvadilər dövlətinin əsası qoyulur. Azərbaycanın cənub torpaqlarını əhatə edirdi Rəvvadilər. Üstəgəl Muğan hakimliyini tabe etmişdi və Muğan hakimliyi də Rəvvadilər dövlətinə deməli, Rəvvadilər dövlətindən asılı idi. Paytaxtları Ərdəbil şəhəri olmuşdur, zaten orada yaranıb və sonradan Təbriz şəhəri olmuşdur. Və Azərbaycan tarixində Təbriz şəhərini ilk paytaxt edən dövlət Rəvvadilər dövlətidir. Bu vaxta qədər Təbriz paytaxt olmayıb. Dəyərli yoldaşlar, Rəvvadilər dövlətində hökmdar olan Vəhsudandan biraz danışaq. Vəhsudan, Rəvvadi Vəhsudan 1020-1059-cu illərdə uzun bir müddət hakimiyyətdə olub, bir sıra işlər görmüşdü. Biz Səlcuqluları keçəndə ümumi tarixdə nə demişdik? Mahmud Qəznəliyə qarşı Səlcuqlar Xorasanda Oğuzlar, yəni orada konkret Səlcuqların adı tək çəkilmir, Oğuzlar Xorasanda üsyan qaldırır 1028-ci ildə. Və əlbəttə ki, Qəznəlinin qüdrətli sultanına qarşı üsyan qaldırılıb, Sultan Mahmud Qəznəli onları təqib edir və bu qaçışda, yəni Sultan Mahmud Qəznəlidən qaçan Oğuz ailələrindən 2000 Oğuz ailəsi 1028-ci ildə Vəhsudana sığınır. Rəvvadi Vəhsudandan kömək istəyir, torpaq istəyir, yaşamaq üçün yer istəyir. Bu Oğuz ailələrini Vəhsudan icazə verir ki, Rəvvadilər dövlətinin ərazisində məskunlaşsınlar. Nəticədə Rəvvadilərin hərbi gücü də artır, Türklərin bu ərazilərdə mövqeyi daha da güclənir. Hətta Bizans, Erməni və Gürcülərə qarşı mübarizə nisbətən asanlaşır. İndi bir diqqət edin. Səlcuqların da daxil olduğu bu Oğuzlar ki var, üsyan etmişdi və sığınmışdı, qaçırdılar, onlara kömək lazım idi və Vəhsudan onları Rəvvadilər dövlətinin tərkibində yerləşdirəcək, kömək eləyəcək. Amma zaman gələcək, o Oğuzlar, Səlcuqlar Rəvvadi dövlətinə son qoyacaq. Baxın, tarix diqqətli öyrənəndə bu qədər təzadlı işlərlə boldur, yəni. Davam edirik. 1042-ci ildə Təbriz zəlzələsi baş verir. Təbriz yəni yerlə yeksan olur da Təbriz və nəticədə
və Sudan şəhəri tərk edir. Təbriz uzun müddət özünə gələ bilmir. Yəni orada bir çöküşün şahidi oluruq. Uzun müddət bu davam edəcək. 1054-cü ildə 1-ci Toğrul, yenə gəlirik bu mövzuya, Səlcuqlu sultanı 1-ci Toğrul müqavimətsiz Rəvadiləri tabe edir özünə. Rəvadilər və Sudan başa düşür ki, nəhəng Səlcuqlu ordusu ilə baş etmək mümkün deyil və tabe olur, asılılığa keçir. Yəni 1054-cü ildən Rəvadilər dövləti Böyük Səlcuqlu sultanlığından asılı haldadır. Nə vaxta kimi asılı haldadır? 1065-ci ilə kimi. 1065-ci ildə Alparslan, yəni Səlcuqlu sultanı Sultan Alparslan Rəvadilər dövlətinə son qoyur. Dediyimizə gəldik çatdıq. Rəvadi nəslinin bir qrup Axsunqurilər deyilən sülalə Rəvadi nəslindəndir. Onlar 1108-1227-ci illərdə Marağada hakimlik edəcəklər. Ta kimlər gələnə qədər, ta Xarəzmşahlar bura gələnə qədər. Dəyərli yoldaşlar, Azərbaycanın cənubunda yaranmış feodal dövlətlərini də sizə izah etdim. Davam edirik video izahlara. Diqqətli olun. Bəzən ola bilir ki, bir müddət video paylaşa bilmirəm. Bu dərslərimin deməli tərtibatına görədir. Vaxt biraz məhdudiyyəti yaranır, amma imkan olan kimi, vaxt olan kimi mən sizin üçün bu videoları paylaşmağa davam edəcəm. Özünüzdən müğayət olun, dərslərinizdən yaxşı məşğul olun.